Salam, hər vaxtınız xeyirli olsun. Bu günlərdə yeni bir sınaqla sizin qarşınızdayım. Hər gün 5 maraqlı sualı sizə izahımı paylaşacağam. Gəlin vaxt itirmədən elə ilk birinci sualımızdan başlayaq. Deməli, birinci sualımızda görək nə deyir? Hansı Excel-də yaradılmış sənəddir? Excel nədir? Excel özü cədvəl prosessorudur və genişlənmələri vardır. Əsas genişlənməsi XLSX-dır. Başqa genişlənmələri də əslində vardır. XLS da vardır, XLT da vardır, HTM də vardır. Təbii ki, əvvəlində nöqtə ilə olur. XLS və s. XLT əvvəlində nöqtə olmaqla. Variantlarımız da bir dənə baxaq. Görür ki, A variantında nə verib? Log. Yəni buna aid deyil. Vav təbii ki, heç aid deyil, aidiyyatı yoxdur. PPS aidiyyatı yoxdur. XLS gördük, çıxdı qabağımıza. Cavabımız olacaq C variantı. Hansı Excel-də yaradılmış sənəddir? Temp XLS oldu cavabımız. Sonra ikinci sualımıza baxaq. İkinci sual deyir ki, 100 ədəd arasında ən böyük ədədin tapılması alqoritmi hansıdır? Bu da maraqlı sualdır. Bunu da izahını verməyə çalışaq. 100 ədəd arasında. Məsəl üçün ilk kompüter bunu hesablayır. Məsəl üçün 1-dən başlayır. 1, 2, 3, 4, 5 və s. və s. gəldi 98, 99, 100. Bu ən böyüyünü tapmaq üçün kompüter başlayır müqayisə eləməyə. Yəni bizim kimi deyil də, başlayır müqayisə eləməyə. 1 ilə 2-ni götürür. Görür ki, 2 1-dən böyükdür. Deməli onda 1-i götürmür. Sonra keçir üçüncüsünə. Üçüncüsünə deyəndə 3 rəqəminə. 3 ilə 2-ni müqayisə eləyir. Deməli görür ki, 2 3-dən kiçikdir, onda 2-ni də götürmür. Sonra 3 ilə 4-ü müqayisə edir. Görür ki, 4 3-dən böyükdür, 3-ü götürmür. Sonra 4 ilə 5-i və s. gəlir 98-ə. Dövr edə gəlir 98 ilə 99-u müqayisə edir. Görür yenə 98 deyil, nəhayət gəlir 99 ilə nəyə? 100-ə gəlir. Götürür, bunları da müqayisə edir. Görür ki, yox, 99 da kiçikdir, 99 da götürmür. Cavab olaraq 100-ü götürür. Və burada 100 dəfə dövr etmiş olur. Həm də nə olur? Alqoritmin nə olur? Dövrü. Yəni bu dövrü olur. Tapılması alqoritmi nə olur? Dövrü olur. Cavabımız da nə olur? C variantı. 100 ədəd arasında ən böyük ədədin tapılması alqoritmi dövrü olur. Sonra keçək neçənci suala? Digər üçüncü suala. Ümid edirəm ki, bu iki sualın həllini sizə başa sala bildim. Aha. Deyir ki, elektron nəşrdə 32 sətir, hər sətirdə 64 simvol var. Elektron nəşr ASCII standartında kodlaşdırılarsa, yaddaşda tutduğu yeri təyin edin. Aha, təyin edək. Deməli, hər hansısa bir sənəddir. Belə bir sənəddir, formalıdır. Deyir ki, 32 sətri var. 1, 2, 3, məsəl üçün oldu 32 sətr. Hər sətirdə 64 simvol var. İndi bunun həcmi necə taparam? Düzbucaqlıdır, enin uzunluğuna vuraram. Həcmi tapmağına, yəni eni uzunluğuna, yəni belə göstərmək istədim vizual olaraq, yəni belə tapır. Eni vurursan uzunluğuna. Yəni 2 üstü 5 vurulsun 2 üstü 6 və bir səhifəsi üzərində bunu aparılır. Səhifə sayı verilməndə 1-ə vurursan. Və ASCII-də olduğuna görə hər biri yaddaşda 1 bayt yer tutur. Aha. İndi bizdən də kilobaytla istəyir. Kilobaytla istəyir bərabərdir. 2 üstü edir 11. Nə? Bayt. Onda baytdan da kilobayta 2 üstü 10-a bölür. Bu da edir 2 üstü 1, yəni 2 kilobayt. Cavabımız olur necə? 2 kilobayt. Yəni həcmin tapılmasını istəyirdi, yaddaşda tutduğu yer. Deməli bu bir səhifəlik sənəd və yaxud da şəkil yaddaşda nə qədər yer tutdu? 2 kilobayt. İndi bunları da təmizləyək. Keçək digər dördüncü suala. Görək bu dördüncü sualda nə deyir bizə?
Dördüncü sualımızda nədir? 2 megabayt həcmə malik olan faylı göndərmə sürəti 512 kilobayt bölünsün saniyə olan modemlə ən azı neçə saniyədə ötürmək olar? Deməli, ən azı neçə saniyədə ötürmək olar deyirsə, yəni t-ni tapılmağını istəyirsə, faylın həcmi bölünsün sürətidir. Faylımızın həcmi nə qədərdir? Faylımızın həcmi 2 megabayt bölünsün 512 kilobayt. 512 kilobit daha doğrusu. Aha. Burada biraz çaşdırıcılığı var, çox da yoxdur. Deməli, yuxarı informasiyanın ölçü vahidi, aşağısı modemin ölçü vahididir. İndi burada nə edəcəyik? Megabaytdan kilobayta gedəcəm. Yəni 2-ni vuracam 2/10-a. Deməli, yuxarı oldu kilobayt. Aşağı oldu 2/9 512-dir. Olduğu kimi saxlayıram kilo bitdi. İndi bundan sonra nə edəcəyik? Kilolar eynidir. Baxın, kilo eynidir, atıram. Bayt və bit. Biz bilirik ki, bayt bitdən böyükdür və 8 də böyükdür. Ona görə yuxarını da bir dəfə 8-ə vuracam. Yəni 2 vurulsun 2/10 vurulsun 2/3. Eləcə 2/10 deməli 4. Bəli, bölünsün 2/9. Deməli 2/9 getdi, yuxarıda qaldı 2/5. Yəni bu da bərabərdir 32 saniyə edər. Yəni bu deməli ən az neçə saniyədə ötürmək olar? 32 saniyədə ötürmək olar. Sonra baxaq neçənci suala? 5-ci suala baxarıq. 5-ci sualımızda ötürmə sürəti 15 megabit bölünsün qəbul etmə sürəti 10 və həcmi bu olan fayl əvvəlcə qəbul etdi, sonra ötürüldü. Deyir ki, bu iki proses neçə saniyədə ötürürlər? Yenə də indi bunun kimi tapacağıq. Faylın həcmi, ilk T1-i tapmaq lazımdır. T1 nəyə bərabərdir? Deməli 30 megabayt, deməli 30 megabayt bölünsün 15 megabit. Deməli megalar eynidir, atırıq. Bayt bitdən 8 daha böyükdür. Onda 30 vurulmuş 8 bölünsün 15 16 saniyə. T2 nəyə bərabərdir? Deməli, T2 bərabərdir. Yenə həcm olduğu kimidir. Bunu neçə saniyədə ötürür? 10 megabit bölünsün saniyə. Üzr istəyirəm. Deməli, sürəti nə qədərdir bunu görək? 10 megabit. İndi bunu neçə saniyədə ötürülməsi üçün? Bunları atdıq, 8-ə də vurduq, 24 elədi. 24 saniyə. Deyir ki, bu iki proses neçə saniyədə baş verdi? Onda T1 üzərinə gəlinsin T2, yəni 16 üstə gəlinsin 24, bu da eləyəcək 40 saniyə. Deməli, bu da maraqlı sualdır. İlk dəfə download edir, sonra da ötürür. Yəni, birinci yükləyir, sonra ötürür. Cavabımız da oldu neçə? 40 saniyə ərzində bu iki faylı, yəni bu iki faylın həm göndərdi, qəbul etdi, həm də ötürdü. Yəni, bu iki proses 40 saniyədə baş verdi. Ümid edirəm ki, bu suallarda başa düşdünüz. 5 sual idi. Hər gündə yenə sizinlə 5 sualı paylaşacağım. Sağ olun, var olun.